uşağın çox yaxşı qavraması var, yəni əla başı var. Digər ki, oxumur. Bu uşaqlarla bağlı nə etməliyik? Hansı tədbirləri görsək, o uşaqlar gələcəkdə tələbə adını qazanarlar. Videomuzun mövzusu budur. Sizdən bir istəyim səhifəni izləməkdir. Bismillah, getdik. Birinci növbədə ürəyiniz rahat olsun ki, bu tip uşaqlar böyük ehtimal ki, bir çox hallarda qəbul olurlar. Yəni, bir şəkildə mətnlərlə, dərsdə yadlarına qalanlarla bir şəkildə qəbul olurlar. Və əlavə bir yaxşı xəbər də odur ki, bu problemlə rastlaşan birinci və ya 100-cü, 1000-ci adam deyilsiniz. Bəlkə də bu hal 100 minlərlə şagirdlərdə var. İndi bunun harası yaxşıdır bilmirəm. Nəysə, bəs bunun səbəbləri nədir? Çözümü nədir? Səbəb məncə hər kəsə bəllidir. Biz çözümdən danışaq ki, nə edəyək ki, bu uşaqları bir ağ günə çıxaraq. Yəni, tələbə adını qazanmaq çətin məsələ deyil. Amma ona lazım olacaq bir yeri oxumalıdır. Ona faydası verəcək bir təhsili almalıdır. İstəməyəcək, heç vaxt işlətməyəcək bir ixtisasa girməyinin onun üçün nə mənası var ki, 4 ilini 2 ildə hazırlıq, 6 ilini uşağın boş-boşuna itirəcək. Niyə? Gəlin ondan danışaq. Birinci növbədə uşaq üçün düzgün və sağlam təhsil mühiti formalaşdırmalısınız. Məsələn, bizə gələn şagirdlərə mən fikir verirəm. Gələn də dəli dolu bir uşaqdır. Belə valideynə verdiyi cavabdan, hətta mənə belə verdiyi cavabdan fikirləşirəm ki, bu uşaq erkəyin böyümüş, evdə biraz şımartılmış bir uşaqdır. Və bu uşaqla nə edə bilərəm? Bəli, burada olan mühit, burada olan atmosfer o uşağı yavaş-yavaş formalaşdırır. Həm ətrafında uşaqlara baxır, həm burada bizlə olan münasibətə baxır, bizim ona verdiyimiz dəyərə baxır. Bir şəkildə o uşaq burada, bu mühitdə formalaşır və artıq görürsən ki, 3 aydan, 5 aydan sonra bu da olub onların biri. Yəni, diqqətlə baxın, ipə sapa yatmayan bir uşaq getsin qəbul olsun polis akademiyasına, bir aydan sonra karantin müddəti bitəndən sonra evə gəlsin, icazə ilə yerini yığdığını, hətta sizə bəlkə də səhər çay filan dəmləyib gətirdiyini görüb gözləriniz yaşaracaq. Yəni, bu mühitlə, təlimlə düzələ bilən şeylərdir. İndi yaş dövrünə əlaqəli ola bilər filan. Bunlar, inanın, çarəsi olan şeylərdir. Allah o çarəsi olmayan şeylərdən qorusun. Bunlar düzələn şeylərdir. Ona görə ürəyinizi sıxmayın. Dediyim ki, onun üçün sağlam bir təhsil mühiti yaradın. Onu dərsə, onu bağlayacaq, sevəcəyi bir müəllimlər tutun. Elə müəllim onun üçün tapın ki, o müəllim bu uşaq üçün təkcə müəllim olmasın, təkcə öyrədən olmasın, həm də onun bir həyat bələdçisi olsun. Yeri gələndə ona gedib sözünü deyə bilsin, onunla dərdləşə bilsin. Yəni, belə bir mühit olsun ki, o orada istər-istəməz oxuyacaq. Əmin olun ki, orada o oxuyacaq və orada qazanacaq və daha yaxşı, daha üstün bir səviyyəyə yerlərə gəlib çıxa biləcək. Bu variantı yoxdur. İkinci onun, bax bu problem. Problem budur. Yəni, telefon məsələsi. Yəni, telefon deyil problem. Telefonda etdikləri, telefonla elədikləridir problem. Yəni, nə? Məsələn, onu siz nəzarət edə bilərsiniz. Günlük istifadəsi, əgər Instagramda və ya TikTokda 6-8 saatdırsa, ümumi olaraq 10 saat və TikTokda, Instagramı keçirdiyi zaman 6-8-5 saatdırsa, bu böyük bir ciddi problemi səbəbdir. Birinci, gözləri heyf olacaq, diqqət problemi yaranacaq, psixologiyası pozulacaq. Çünki TikTokda belə deyirsən, yüzlərlə video, hər an hisslər dəyişir, Biri, nə bilim, toyun paylaşır, biri evin paylaşır, biri həyatın paylaşır, biri ağlayır, biri gülür, biri dəliyir, hərəsi bir səyli edir, hər nədirsə. Yəni, bunlar da o uşağın istər-istəməz fikirlərinə, düşüncələrinə təsir eləyir və yaxud da adətçisi olduğu seriallar ola bilər. Əgər buna siz özünüz baxırsınızsa, özünüz bunu etməyin və onun telefon qısasında çox zəhlənizi tökməyin. Telefon istifadəsini endirin neçə dəqiqə yox. 1 saat, saat yarım, 2 saat. Yəni, ən azı bir 80% azaldın. Belə. Daha sonra üçüncü variant ola bilər, onun dostları, əhatəsi. Bu, inanın, bir uşaq, bir dost kifayətdir ki, onun bütün həyatını alt-üst eləsin. Sadəcə bir dostun bir kəlməsi, bir düşüncəsi bəs eləyər ki, o uşaq
9, 10, 11-ci, 8-ci sinifdə heç bir şey oxumaya bilər. Və yaxud bir yaxşı dostun, bir yaxşı hərəkəti kifayət elə ki, o uşaq getsin, uğur qazansın. Mən nə qədər elə şagirdlər görmüşəm ki, deyir ki, dostum mənə həvəsləndirdi, dostum bunu etdi filan, nə bilim nə. Yəni dost ona çox yaxşı da təsir edə bilər, çox pis də təsir edə bilər. Onun əhatəsindəkilərə ciddi şəkildə nəzarət eləyin. Xüsusən qızların, fərq eləmir, oğlanların da, qızların da yəni əhatəsinə mütləq şəkildə təsir edir. Qızlar həmin vaxtlarda başlayırlar geyim şeylərinə fikir verməyə, makiyajlara fikir verməyə yox. Yəni o dönəmdən oxumaq istəyirsə, bu boyda dırnaqla uşaq oxuya bilmir. Filan şey belə nümunə, yox, filan o məsələlər də bunlar istisna hallardır. Yəni bir də görürsən ki, elə bir adam var ki, heç kitab üzü açmır, nəyəsə təkrarlama baxırsan, hər şeyi bilir. Eşitmə yaddaşı çox qəşəng ola bilər, eşitdiyin qavrayıb yadında saxlaya bilər. Bu 100-də 1, 1000-də 1 adam, 1000-də 1 olan bir şey bizim üçün qanun ola bilməz. Ortalama 100-lərin, 1000-lərin, 90%-in, 80%-in baş verdiyi, gördükləri bizim üçün nümunələr verir. Mən də sizə bu nümunələri verim. Yəni, kimsə 15 saat TikTok işləri 430 bal yığır və işlətməsə də 600 yığardı. Yəni, hər cür onu nümunə ilə izah eləmək olar. Qısası belə. Və ən sonuncu olaraq, yəni bunların ən azı hamısını sınayın, ən sonuncu olaraq onları həvəsləndirir. Məsələn, 9-da oxuyan uşağa alıb iPhone 16, iPhone 15 vermir. Yəni, son model, adam üçün çox çıxara bilməyəcəyi bir telefon verin, çox bahalı geyimlər almayın, çox bahalı, yəni komfort zonundan təmin eləməyin, ayrı otaq, ayrı masa, ayrı nə bilim, əşyalar filan çox komfortla süsləməyin. Yəni, uşağa gelib 200 manat, 300 manat ayaqqabı, şalvar, paltar almayın. Onda artıq təkəbbür yaranacaq, özündən daha yaxşısına baxıb istəyəcək, özündən aşağıdan biraz, yəni insandır da, hər cür hisslər onda yarana bilər. Yəni, yetkin insanlarda belə yanlışlar olur. Təsəvvür edin, uşaqda nələr baş verir. Və ona görə çalışın onları orta səviyyədə saxlayın, yəni hər bir şey kontrolunuzda, nəzarətinizdə olsun. Ya bunların heç biri əgər effekt verməsə, o zaman sonuncu ən daha belə deyək, can qurtaran bir variantdan istifadə edirsən, o uşağa konkret olaraq keçirsən xərcindən, əziyyətindən, kitab variantım yoxdur. Elə bir müəllim yanına aparıb qoyursan, deyirsən, qardaş, mən uşağıma ev tapşırığı vermə. 50 test deyil, yanında bunu yazsın, gəlsin. Yəni, ən sonuncu olaraq bunu eləyin. Müəllim, evə tapşırıq vermə, bu uşaq evdə oxumur. Hər bir şey sənin yanında eləsin, gəlsin. Hər gün 3 saat, 4 saat müəllimin yanına yolla. İndi təbii ki, orada müəllim sənə 2 qat, 3 qat pul alacaq. Haqqıdır, eləməlidir onu. Yəni, saat yarım 5 uşağa keçəcəyinə sənin uşağından tək, məsələn, 3 saat, 4 saat işləyirsə, əlbəttə ki, onda haqqı olmalıdır. Bu yoldan istifadə edib onu bir şəkildə qəbul etdirə bilərsə, amma o 3 saata, 4 saata dözməyəcək. Yəni, o variantı yoxlayın, amma o dözməyəcək onu, əmin olun. Dözməyəcək, sonra yalvaracaq ki, məni qrup dərslərini aparın. Müəllimin yanında dörs, ürəyim partlayır, neyini bu sifətlə nə qədər baxmaq olar. Evdə oxuyaram, yəni tək məni normala döndərin. Belə. Bu arada istəsəniz bizim onlaynda da qoşa bilərsiniz. Bu da mümkündür. Məsələn, mən onlaynda nə qədər şagirdin bu fikrini görürəm ki, Azərbaycanı sevmirdim və yaxud riyaziyyatı, ədəbiyyatı sevmirdim. Sizin kursa gələndən sonra artıq mən bu fənləri sevməyə başlamışam. Belə, yəni bir balaca məsuliyyəti olan, dərsə vaxtında qoşulacağını təmin edə biləcəksə, belə uşaqları gətirib bizim onlayn hazırlıqlarda qoşa bilərsiniz. Qiymət də münasib, hər kəs əl çatan da 40-50 manat arası hazırlıqlar ki, bu da deyirəm sizə bəs edəcək və yaxud mətn qrupuna qoşa bilərsiniz. Onlarda o da 30 manat. Belə, bu qruplarda qoşulmazsa 055 597 01 51-ə yaza bilərsiniz. Bu qədər. Sağ olun. Səhifəni izləməyi yaddan çıxarmayın.